Hal-hazırda Türkiyə mediasındayım. Bir jurnalistə yaraşan sözlər deyil. Dırnaqarası bəzi məhlə arvadlarının söhbətləridir. O cür kişinin qızından o cür müsahibə mən inana bilmədim ki, yəni bu həqiqətənmi budur? Cəmiyyətin özü ev söhbətlərinə, mən ona həmişə deyirəm ki, kuxna söhbətlərinə meyllidir. Öz ərinə dözə bilməyənlər gedib başqasının ərinin kaprizlərini çəkirlər. Bunun bir adı var, o da düşüklük, bambılılıq. Məni tanıyan var, yoxdur. Çünki onlara maraqlı deyil. İllər öncə mən tam fərqli bir sahədə çalışırdım və düşündüm, qərar verdim, özümü televiziya sahəsində görmək istəyirdim çünki və siyasətçilərlə çəkilişlərimi başladım. Çünki niyə bu sahəni, bu qolu seçdiyimi sual versəz əgər mənə, ətraf, çevrə daha geniş olsun deyə, bilirsiniz ki, bugünkü gündə bu lazımdır. Burada xüsusiyyətdən daha çox savaddan, bilikdən söhbət gedə bilər. Çünki bəzən xasiyyətimizlə peşəmiz fərqli-fərqli ola bilər. Və mən öz sahəmi həqiqətən də sevərək gəlmişəm. Düzdür, təbii ki, fərqli verilişlər aparmışam, amma az müddətdə olub. Daha çox siyasi və mədəni maarifləndirici verilişlərin aparıcısı olmuşam mən. Bugün nə baş verir sizcə dünyamızda? Dünyada çox şeylər baş verir. Biz nə qədər də bunun haqqında danışsaq, verilişlərə sığışdıra bilmərik. Amma bugünkü gün sosial mediada və Azərbaycan mediası çox biabırçı bir vəziyyətdədir. Nə yaxşı ki, televiziyalarda bəzi verilişləri dayandırdılar və bu müsbət yöndən təsir elədi. Amma artıq sosial mediada çox böyük biabırçılıqlar gedir. Nə biabırçılıqlar? Açıq danışmaq lazımdırsa əgər, son zamanlarda daha çox bizim bəzi jurnalistlərimizin qeyri-etik ifadələrini biz görürük. Bizim millət vəkillərindən bəzilərinin xalqla üst-üstə düşməyən çıxışlarını görürük ki, və birmənalı qarşılanmır. Və digər şeylər var. Bilirsiniz, bugünkü gün gündəmdə mədəni maarifləndirici heç bir mövzu yoxdur. Ancaq dava, qırğın, çox üzr istəyirəm, təhqirlər, təhdidlər, yəni bu cür şeylər daha çox üstünlük təşkil edir. Biz çox istəyərdik ki, əlbəttə ki, mədəni maarifləndirici, tarixi mövzuların daha çox çıxışlarına yer olsun. Amma bəzən də deyirlər ki, belə mövzular, mədəniyyət xəbərləri, tarixi söhbətlər o qədər də maraqlı deyil. İzləyicilər ancaq qalmaqal, dava, dalaş, kimi evində nə baş verir, kim saat neçədə durdu, neçədə yatdı, bu daha maraqlıdır. Nəinki mədəniyyət xəbəri. Sizcə səhv deyirlər? Əlbəttə ki, doğru deyirlər. Mən artıq 14 ilə yaxındır ki, televiziya sahəsindəyəm və mədəni, maarifləndirici, siyasi bir çox verilişlərdə olmuşam. Mən dünyanın bir ucuna gedib, oradan həmin ölkənin tarixini, mədəniyyətini, belə deyərdim ki, bir çox şeyləri izləyicilərə çatdırmağa çalışmışam. Yəni, bir nəfərdən soruşun, məni tanıyan var, yoxdur. Çünki onlara maraqlı deyil. Amma, belə deyək, sosial söhbətlərdən biz danışanda görürsünüz necə diqqət çəkir. Cəmiyyətin özü daha çox dedikoduya, daha çox, bilirsiniz, ev söhbətlərinə, mən ona həmişə deyirəm ki, kuxna söhbətlərinə meyllidirlər. Niyə? Bunu artıq, bilirsiniz, hamısı nədən irəli gəlir? Siz, misal üçün deyək, yazılan rəylərin birinin içində hansısa bir ziyalı şəxsin rəyini görmüsünüz, bugünkü günə qədər kiməsə hər hansı bir negativ mövzuda rəy yazsın. Daha çox işsiz, savadsız, cahil insanlardır ki, tökülüşüblər sosial mediaya, ancaq başlayırlar onlar baxmağa. İnsanlar biraz daha çox, bilirsiniz, elmlə məşğul olmağa, dünya görüşlərini artırmağa başlasalar, çalışsalar, bu tip nə verilişlərə, nə bu tip mövzulara heç vaxt maraq olmaz. Yaxşı, onda belə bir sual. Sosial mediada oturanlar da axı bizlərdən biridir. Cəmiyyət olaraq eyni cəmiyyətin üzvləriyik, nümayəndəsiyik. Vətəndaş olaraq da eyni ölkənin vətəndaşlarıyıq.
Amma dünya görüşü və savad olaraq biraz fərqlidir hər şey. Çünki mən xatırlamıram ki, kiməsə aqressiv yanaşım və yaxud da ki, kiminsə şəxsi həyatı və yaxud da ki, digər mövzular mənim üçün maraqlı olsun. Yəni mən öz adıma, öz yerimə danışıram. Burada daha çox insanın, yenə deyirəm, dünya görüşündən, insanın nəyə marağının olduğundan söhbət gedir. Bax, bayaq dedin ki, bir çox siyasi müsahibələrim olub, mədəniyyət və tarixi mövzularda layihələr həyata keçirmisən, amma o qədər də tanımırlar məni. Bəlkə günah bizim özümüzdədir. Biz düzgün yanaşa bilmirik və düzgün çatdıra bilmirik tamaşaçıya, izləyiciyə. Ona görə maraqsızıq. Baxın, düzgün çatdıra bilmək deyəndə bir televiziyadır. Televiziyada bir çox verilişlər var. Eyni televiziyada mədəni maarifləndirici verilişlərində reytinq cədvəlinə baxmaq lazımdır. Məişət problemləri sosial verilişlərində reytinq cədvəlinə baxmaq lazımdır və bayağı musiqilər olan verilişlərin reytinq cədvəlinə baxmaq lazımdır. Bu artıq aşkar şəkildə hər şeyi göstərir. Türkiyədə çalışırsınız. Hal-hazırda Türkiyə mediasındayım, bəli. Orada nə baş verir? Orada da mı bizimkilər kimidir? Yox, bilirsiniz, daha çox insanların şəxsi həyatlarına əlbəttə ki, hər yerdə maraq salırlar, amma çox şaxəlidir. Mədəni maarifləndirici mövzulara da baxan var, siyasi mövzulara da baxan var. Hər belə deyərdim, qolun, hər sahənin öz izləyicisi var ki, və bu da çox gözəl bir şeydir. Gəlin biraz sosial medianı belə deyək də bir nəzər salaq. Elə sosial media istifadəçiləri var ki, bir saat ərzində 10 minlərlə pul yığa bilirlər. Və yaxud da ki, izləyiciləri bir saat ərzində sıfırları keçir. Sizcə niyə? Mən sizə belə bir söz deyim. Bugünkü gün bəzi canlı yayımlara mən girib baxıram, yəni çox diqqətlə baxan deyiləm. Arada bir misal üçün qarşıma çıxır. Təbii, mən də yəni sadəcə bir adamın adını çox eşidəndə istər-istəməz bir maraqlı gəlir ki, axı bunun canlı yayımında nə baş verir ki, bir saat ərzində 10 min, 20 min, hətta 50 min və yaxud 100 minlərlə adam girir canlı yayımında oturur. Baxın. Və girib baxırsan, görürsən ki, yəni şizofrenik davranışlar göstərən insanlardır bunlar. Yəni bunlar heç bir səviyyəsi, statusu olmayan insanlardır. Mən heç kimin şəxsi həyatına hörmətsizlik eləmirəm. Amma əgər ictimaiyyətdən söhbət gedirsə, ona tələbat var ki, o onu eləyir ki, ona tələbat var. Əgər görsə ki, tələbat yoxdur da başqa yöndə eləyər. Belə deyərdim ki, haqqın yolunu tutub elə də gedirlər. Yəni biri çıxır divanın başından tullanır aşağı. Cəmiyyət ona baxmasa, o girib eləyəsi də onu əsla. Biri gedir arvad söhbətləri eləyir. Yəni misal üçün kəndimizdə bu oldu, o oldu. Yəni bildiyiniz belə, mən daha çox deyirəm ki, belə vulqar bir görünümdə kişidirlər, özlərini qadın obrazına salıb davranışlar göstərirlər və cəmaət onlara göndərir hədiyyələr, ödənişlər. İndi tam olaraq onu mən bilə bilmirəm. Və ancaq qeybət eləyirlər, ancaq bambılılıq eləyirlər. Yəni çox üzr istəyirəm izləyicilərdən. Bunun bir adı var, o da düşüklük, bambılılıq. Yəni bununla da irəli gedirlər. Yəni həmişə deyirəm ki, Allah kəssin elə irəli getmək ki, yəni bir şey ki, bambıllıqla gedirsən, düşüklüklə gedirsən, səviyyən düşür aşağı. Heç izləmisənmi? Xeyr. İzləməmişəm. Çünki mənə maraqlı gəlmir axı. Məni güldürən şeylər fərqli şeylərdir. Orada olan söhbətlər mənə qıcıq verir. Heç vaxt gülməmişəm, heç vaxt da məsəl üçün xoş olmayıb mənə. Yəni orada nədir? 18 plus söhbətlər gedir. 18 plus danışıqlar gedir, məsləhətlər gedir. Elə onlara baxan cəmiyyətdə elə onların özü səviyyədə olan insanlardır da. Normal insan niyə girsin baxsın ki? Yaxınlarda bir post çıxmışdı qarşıma uşaq pulları ilə bağlı. Biabırçılıq bilirsiniz və o söhbəti eləyən bizim millət vəkillərindən biridir. Mən açığını sizə deyim ki, o xanımın atasından mən 3 dəfə müsahibə götürmüşəm. Yəni o cür kişinin qızından o cür müsahibə mən inana bilmədim ki, yəni bu həqiqətənmi budur? Mən o xanımı da qınamıram, bilirsiniz? Çünki o xanım düz deyir.
haqlıdır. Onun ətrafındakı kişilər, yəni atalar, ayda aşağısı 5000-8000 gəliri olan ya iş adamlarıdır, ya öz sahəsində çalışan insanlardır. Onun da ki, əlbəttə ki, 5000-8000-dən ana işləməsə də olar, 2 uşağı da bəs eləyər. Yəni burada 400 manata, 800 manata 3 uşaq, 2 uşaq, ailə, qoca ata, ana evin yükünü daşıyan insanların aldığı əmək haqqına nəzər salıb danışmaq lazım idi. Sadəcə olaraq. Düşünürəm ki, həmin xanımın bəlkə də seçicilərindən daha yaxından tanımır, daha yaxından tanışdıqları yoxdur deyə bu cür yanaşır. Amma qətiyyən, yəni bu dəstəklənəsi bir mövzu deyil ümumiyyətlə. Hələ bu yaxınlarda bizim bir jurnalistlərimizdən də kim idisə, hətta Azərbaycan kişilərini təhqir də elədi. Çox açıq və aşkar şəkildə. Hə, yəni söhbət Səidə Bəkir qızından gedir də. Bəli. Mən şəxsən o xanıma hörmətim var idi, izləyirdim, qarşıma çıxırdı, amma heç gözləməzdim. Bilirsiniz, insanları fikir bildirmək olar. Biz bugünkü gün azad, müstəqil, demokratik ölkədə yaşayırıq və çox şükürlər olsun ki, dövlətimiz bizim üçün hər şəraiti yaradıb ki, biz müstəqil fikirlərimizi çatdıraq. Amma insanları alçaltmaq olmaz, təhqir eləmək olmaz. Bir Azərbaycan kişisinə, bir Azərbaycan qadını cəmiyyətin içində, yəni o ifadəni necə işlədə bilər? Və o kişilərin uşaq pulu tələb edirlər ki, yəni uşaq pulu verilməlidir, yəni uşaq pulu olmalıdır və yaxud da ki, yəni məsəl üçün 700 manatlıq əmək haqqı ilə biz necə dolanaq, dövlətin uşaq pulu dəstəyi olmalıdır kimi fikirlər səsləndiriblər, səhv eləmirəmsə, tam bilmirəm. Və təhqirlə üzləşiblər, təhqirlərə məruz qalıblar. Birincisi, bir jurnalistə yaraşan sözlər deyil. O, bilirsiniz, çox üzr istəyirəm, dırnaqarası bəzi məhlə arvadlarının söhbətləridir, o sözlər, o danışıqlar. O kişinin niyə o fikirləri dilə gətirdiyini araşdırmaq lazımdır. Çünki veriləcək pul olsun maksimum 150-200 manat. 200 manatla ən azından bir uşağın xərcləri, təhsili, geyimi, inkişafı üçün xərclənir bu pullar. Yəni valideyn onu özü üçün istəmir ki, valideyn uşağının gələcəyi üçün istəyir də. Yəni güya ki, o uşaq pulu verilmir, valideyn uşağını böyütmür. Amma yəni bu dərəcədə təhqir eləmək, bu dərəcədə alçaltmaq nə heç bir xanıma yaraşmaz. Hələ cəmiyyətdə bilirsiniz, izləyici kütləsi olan bir jurnalistə. Bəlkə bu da onların oyunudur ki, yəni bunlar gündəmdə qalmaq üçün bunu edirlər. Əgər ki, bir insanların nifrətini qazanaraq gündəmə gəlmək lazımdırsa, yəni mən bundan razı deyiləm. Bəlkə də ola bilər, dediyiniz kimidir. Amma hər bir halda Azərbaycan qadını olaraq biz böyüklərimizin yanında bugünkü günə qədər söyüş söyməmişik, təhqir etməmişik və ümumi ictimaiyyətdə verilən bir açıqlamada çox üzr istəyirəm. Yəni açıq-aşkar şəkildə əxlaqsız qadınlara bənzədir bəzi kişiləri. Yəni söyüşün söyülməyi, təhqirin olunmağı bir qadını gözdən salar, nəinki onu ucaltsın. Mən şəxsən yenə deyirəm, o xanımdan gözləməzdim o fikirləri. Niyə belə eləyib, onu da bilmirəm. Amma dediyim kimi heç vaxt heç bir Azərbaycan kişisini alçaltmaq olmaz. Azərbaycan kişisi səhv də olsa, düz də olsa, bəzi təbii ki, indi şiddət göstərənləri var. Bilirsiniz, heç bizim vətəndaşlığa yaraşmayanları var. Onları kənara çıxmaqla, ümumiyyətlə bir qadının dilindən o cür sözlərin çıxmağı heç bir Azərbaycan qadınına yaraşmır. Əgər ki, Səidə xanım Azərbaycan kişisini özdə haqsız yerə cəmaət bir söz demir. Bəziləri öz fikirlərini bildirirlər. Yəni müstəqil ölkədə müstəqil fikir bildirirsə ki, deputatın, millət vəkilinin verdiyi müsahibəyə qarşılıq olaraq cəmaət öz fikrini bildirirsə, siz kimsiniz ki, cəmaatı təhqir eləyəsiniz? Bir sual da verim. Bilmirəm qarşınıza çıxıb ya yox. Sosial mediada bir video qarşıma çıxdı. Bir ailənin bir neçə uşağı, hətta uşaqlar dünyasını dəyişir. Selfie çəkmişdilər ki, uşaqları xəstədir. Bax, belə hadisələrə münasibətin. Ümumiyyətlə, insanların bu dərəcədə olması, yəni son zamanlar qeyri, belə deyək də, ağıldanmı, belə deyək, kənar qalmaqları və yaxud da ki, bəzi paylaşımlara baxırsan, düşünürsən ki, bunların
ağlında yəqin ki bir problem var. Sosial media insanların evini yıxdı. Bugünkü gün sosial mediada görülən çox şeylər insanları uçuruma apardı. Sosial mediada biri ailədə olsun. Misal üçün, nə isə görür, özünü ona oxşatmağa çalışır. Kiminsə ailəsini görür, özünü o münasibətlərlə müqayisə eləməyə çalışır. Görür ki, bir yerdə, misal üçün, gəlir, sosial mediada, misal üçün, bəzi şeyləri eləməklə gəlir, başlayırlar onlar da o şeyləri eləməyə. Yəni, burada sosial medianı biz düzgün idarə edə bilmədik. Sosial media bizim inkişafımız üçün çox, bilirsiniz, gözəl bir vasitə idi. Bizim cəmaət bunu bacara bilmədi. Yəni, dediyiniz kimi, uşaqlardan rəhmətə gedənlər də oldu, səhv eləmirəmsə. Yəni, o valideynin heç vecin olmadı, düzdür. Dövlət də çox şükür ki, tədbir gördü görməyinə. Amma yəni, insanlar sadəcə olaraq, bilirsiniz necə, cildə girirlər. Sosial mediada insanlar cildə girirlər ki, pul oradan gəlsin. Bəziləri heç gedib əziyyət çəkib, zəhmət çəkib və yaxud da ki, inkişaf üçün heç bir şey eləmir. Elə ancaq sosial medianın qabağında dayanır. Soruşmaq lazımdır da. Baxın, biri çıxır, misal üçün, deyir ki, mən bugün getdim özümə 4000-ə bu köynəyi aldım. 4000 bir ailənin illik təqribi əmək haqqısıdır. Yəni, 4000-i bir köynəyə verdiyini danışır. Cəmiyyət bundan soruşmur ki, bu pulu haradan almısan? Bəs niyə elə şeyləri deyib cəmaatı niyə qıcıqlandırıb cəmaatı meyilləndirirlər? Bu şeylər əxlaqsızlığa aparır. Bu şeylər cəmaatın, baxın, inkişafdan geri qalmağına aparır. Bu şeylər savadsız, biliksiz, dünya görüşsüz cəmiyyətin çoxalmağına aparır. 14 yaşlı qızla 16 yaşlı oğlanın dəm qazından boğulması. Yəqin ki, bu olaydan xəbəriniz var. Bu olayda valideynlərin günahı varmı? Yoxsa valideyn neynəsin ki, onun uşağı belədir? Birinci, heç kimi mən qınamıram, amma valideynin günahı böyükdür. Təbii ki, bugünkü gün dediyim kimi, evladlar, uşaqlar, yəni yetişən nəsil bir qismi elədir ki, valideyni saymır və sosial mediada gördüklərini özlərində də etməyə çalışırlar. 16 yaşında oğlan gecə evdə olmayıb. Bunun anası bundan soruşmur ki, bala, sənin 16 yaşın var, haradaydın? Oğlanı qoydum bir tərəfə, cavan oğlanda deyəcəklər ki, 16 yaşı var ki, yetkinlik yaşına çatmayan şəxslərdir bunlar. Nə yaman tez gözləri açıldı bunların? Yəni, dünyaya nə yaman tez baxacaq oldular? Vallahi biz o yaşlarda heç nə bilmirdik ümumiyyətlə. 14 yaşındakı qızın anası sual vermir ki, ay qızım, sən hardasan? 14 yaşı var, qaçır. Dövlət var. Dövlət də ki, çox gözəl dəstək göstərir. Dövlətin apar, qoy sığınacaqlarına, deyin ki, bacara bilmirəm mən bundan. Hər zaman demişəm və deyəcəm də, insanın çevrəsi, mühiti necədirsə, insan o yönə daha çox meyl eləyir. Şəbnəm Naibli bugün övladını necə tərbiyə edir? Mənim qızım ailə tərəfindən, yəni həm ata, həm ana nəsil tərəfindən çox sevilən bir uşaqdır. Və məktəbdə də nəticələri yaxşı olan bir uşaqdır. Amma mən, bəzən mənə deyirlər ki, uşağı sevgi ilə böyütmək lazımdır. Deyirəm, mən sevirəm uşağımı və uşağımın gələcəyi üçün bugünkü gün disiplinli addımlar atıram. Qoy o eyb yoxdur, düşünsün ki, bəzən ki, gekələndə, böyüyəndə o mənə artıq bəzi şeylər də başa düşə bilər. Mən demirəm ki, mən qızıma ağır cəzalar verirəm, amma mən uşağımı disiplinlə böyüdürəm. Demirəm, sabah bilmək olmaz ki, kimin uşağı necə olacaq, nəticə göstərər bunun hamısını. Allahdan arzulayıram ki, uşaqlarım hər zaman əziyyətimi yerdə qoymasınlar və yaxşı övlad olsunlar. Amma bir ana olaraq mən əlimdən gələni eləyirəm ki, mənim uşağım dünya görüşlü və tərbiyəsiz uşaq olmasın. Bunun üçün bəzən, misal üçün, mənim qızıma deyəndə balkon, o özü başa düşür bəzi şeyləri. Mən uşağımı disiplinlə böyüdürəm. Bir ara bütün mətbuat bar-bar bağırdı ki, Şəbnəm Naiblinin ailəsində problemlər var, ayrılıq falan. Amma çıxdınız, açıqlama verdiniz ki, belə bir şey yoxdur. Bu mənim ikinci evliliyimdir. Birinci evliliyim
səhv idi. Peşman deyiləm. Çünki sevmişəm, istəmişəm. Yəni övladınızın atası. Qızımın atası, bəli. Sevmişəm, istəmişəm və o mənim üçün tam başqa bir yerdədir. Mən onu çox istəyirəm və ailəsi ilə bugünkü günə qədər də elə bilirəm ki, öz Çox valideynlərimdir. istəyirsinizsə niyə görə ayrıldınız? Çox istəmək başqa bir şeydir. Bir insan yaxşı insan ola bilər. Amma əgər ki, o insan ailə başçısı ola bilmirsə, vaxt itirməyin mənası yoxdur. Mən o insan üçün çox şeylərdən keçdim, əlbəttə ki, və hər kəs bilir ki, səhv məndə olmadı. Baxın, dediyim ki, mühit, o insanın da mühiti yaxşı deyil idi. Mənim qızımın atası çox mərd, çox ürəkli, çox ürəyi açıq, çox gözəl insandır. Amma mühiti yaxşı deyil idi, çevrəsi yaxşı deyil idi. İkinci yoldaşınız səhv etmirəmsə xarici vətəndaşdır. Bəli, türk vətəndaşıdır. Övladınız varmı? Var. İkinci evlilikdə. Birinci ailəmdə elədiyim səhvləri ikinci münasibətimdə təcrübədən qaynaqlanaraq eləməməyə çalışdım. İkinci münasibətim, yəni ailə münasibətimdə bəzən mənə deyirlər ki, başına gəlməsə bilməz. O danışdığım bütün hər şey mənim başıma gəlib və mən dözüb hər hansı bir sınaqlardan çıxdığıma görə və görürəm ki, nəticə yaxşı olur, ona görə o tövsiyəni verirəm mən bəzən insanlara. İkinci ailəmdə yox, ayrılıq yoxdur. Düzdür, ayrılacaq çox səbəblər var idi bizim aramızda. Amma ayrılıq yoxdur. O mənim evladımın atasıdır, ona da çox böyük hörmətim var, çox istəyirəm. Münasibətlərimiz yaxşıdır, qaydasındadır. Yəni ayrılmaq söhbəti yoxdur. Bir sual da verim. İllər öncə həmsöhbət olmuşduq sizlə və indi siz danışdıqca fikir verirəm, çox dəyişmisiniz. Həyat mı sizi dəyişdirib, yoxsa yaş gəldikcə artıq o Şəbnəmdən əsər əlamət yoxdur? Yaşımın üstünə yaş gəldikcə həyatın bəzi əzablarını gördüm və müəyyən səhvlərimdən nəticə çıxartdım. Misal üçün, insanlara çox inanırdım. Özüm necəyəmsə qarşımdakını da elə bilirdim. Çox dostcanlı idim, çox emosional idim. İnsanlara çox dəyərindən artıq dəyər verirdim. Amma bilirsiniz, zaman keçdikcə, yaş ötdükcə mən başa düşdüm ki, insan birinci özünü sevməlidir. İnsan özünə dəyər verməlidir. Və nələrinsə dalınca qaçıb düzəltməyə çalışmaq lazım deyil. Çünki nəinki dalınca qaçırsansa, o heç vaxt düzəlmir. İnsanlara nədə ki, ikinci şansı verirsən, o üçüncü də gələcək, dördüncü də gələcək. Sadəcə həyatı yaşamaq lazımdır. Bilirsiniz, mən əvvəllər məndən soruşanda mən deyirdim ki, mən xəyanəti bağışlamaram. Mən bilirsinizmi, ailəmdə nə qədər xəyanətlərlə üzləşdim. Amma bağışladım. Çünki mən başa düşürəm ki, boşansam əgər, gedib hansısa evli kişinin ikinci, çox üzr istəyirəm, sevgilisi və yaxud da ki, həyatında olan ikinci qadın olacam. O da bir müddət. Ondan da xəyanət görəcəm. Çünki mən başa düşürəm ki, mükəmməl insan yoxdur. Mükəmməl olan bu həyatda heç nə yoxdur. Sadəcə olaraq bəzi şeylərdə dözmək lazımdır, səbirli olmaq lazımdır və bilirsiniz, o deyir, başın daşdan daşa dəyməyincə sən heç nəyin dəyərini bilmirsən, qədrini bilmirsən. Sizinlə görüşə gələndə yeri gəlmişkən gecikdiniz. Sağ olsun tıxaclar. Və vaxtdan səmərəli istifadə edib sosial mediaya nəzər yetirdim və bir post qarşıma çıxdı, bir paylaşım. Əməkdar artist Mətanət İskəndərli ilə eks gəlini arasında olan bir video. Əvvəllər, məsəl üçün, oğlanlar qız dalınca düşürdülər, deyirdilər ki, məsəl üçün, qızla tanış olmağa. Siz bilirsiniz ki, bugünkü gün qızlar şəhərdə daha çox oğlanla tanış olmağa meyillidirlər, doludur küçə. Baxın, o çox açıq bəyanat. Açıq bəyanat, yəni bu belədir. Kim nə deyir desin, bugünkü gün şəhərdə qızlar var ki, 4 dənə, 5 dənə qız bir masada oturur. Sən əgər oturmuşsan yanında, misal üçün, oğlanla gözləri ilə yeyirlər. Bugünkü gün bilirsiniz nə qədər elə qızlar var.
Bütün bəzi yerlərdə, şəhərdə bəzi kafelərə baxsaz, bunu siz görərsiniz ki, yəni çoxsu belədir. Təbii ki, öz rəfiqəsi ilə, dostu ilə, tanışı ilə gələn qızlar var. Hər qıza şamil eləmək düzgün deyil bunu. Amma qızların əksəriyyəti şəhərə çıxırlar özlərinə loro dillə desə oğlan tutmağa. Amma bunların da çoxsu bilirsiniz kimlərdir? Öz ərinə dözə bilməyənlər gedib başqasının ərinin kaprizlərini çəkirlər. Şəbnəm, təşəkkür edirik sizə. Gəldiniz, maraqlı söhbət etdik. Çox xoş oldu illər sonra sizi görmək. Və sonda söyləmək istəyirəm ki, bizim dəstəkçimiz var. Sizin kimi gözəl xanımlar məhz Təbib Əkbərli parfümdən ətirlənib və bu ətirləri ilə də biz kişilərə xoş əhval-ruhiyyə gətirirlər. Əvvəla Təbib Əkbərli parfümeriyaya dərin təşəkkürümü bildirirəm. İcazə verirsinizsə bunu sınayardım, görüm qoxusu necədir. Qablaşdırılması nə gözəl, möhtəşəmdir. Çox gözəl ətri var. Bunu havaya yox, öz üzərimə sıxacağam çünki çox xoşuma gəldi. Təşəkkürümü bildirirəm. Elə sizin söhbətlər də bizi bihuş elədi və biz bu məqamda sizlə sağollaşırıq. Təşəkkürlər. Təşəkkürümü bildirirəm sizə. Söhbət həqiqətən də çox xoş oldu. İnşallah yenidən görüşərik. Sağ olun, var olun.